TikToker Müjgan polisə çağırıldı. Bu xanım bilirsiniz hansı xanımdır? Yadınıza gəlir, arxasından səslər çıxardır deyə, belə eybəcə pırt 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 səslər çıxarırdı. Yadınıza utanmadan belə arxasını çevirirdi kameraya, səslər çıxardırdı. O səslə də, o çıxartdığı səslə də belə hamı dedi ki, indi də bir şey olanda deyirlər, o arxasından da, indi mən açıqlama vermirəm, zad eləyən qız deyil, yəni səs çıxaran. Sonra oldu TikToker, əslində bizdə heç bilmirlər TikToker nədir, bloger nədir. Amma hamı özünü TikToker, bloger adlandırır. Demək bizdə belədir, arxadan səs çıxırsan, olursan bloger və yaxud da TikToker. Polisə çağırıblar onu. O da mənə polisə verə bilər, amma əlində əsas yoxdur. Çünki o ilk dəfə gələndə elə səslər çıxardıb da. Təbii ki, mən də istinad edirəm Milli Azan. Artıq bir neçə gündür xəbər gedib, amma ev yoxdur. Mən indi rast gəldim, düşündüm ki, xəbər kimi bunu sizə çatdırım. Mən Milli.aza istinad edirəm. Onun sözlərinə görə müğənni Namiq Qasımov Bakı şəhər Baş Polis İdarəsində onun barəsində şikayət edib. Mənə səhər saatlarında Bakı şəhər Baş Polis İdarəsindən bir əməkdaş zəng edərək barəmdə şikayət olduğu üçün idarəyə çağırılmağımla bağlı məlumat verdi. Səbəbi soruşduqda bildirdi ki, müğənni Namiq Qasımov məndən şikayət edib və bununla bağlı izahat verməliyəm. Bəli. Gedəcəm oraya. Artıq xəbər bir neçə gün bundan öncə xəbər kimi ictimailəşib, amma daha indi bilmirəm ora gedib, getməyib, ona nə deyiblər və Namiq haqqında nə söyləyib Qasımov Namiq haqqında ki, onu məhz dəvət ediblər. Təbii ki, izahat alıblar.